Salam, hər vaxtınız xeyir olsun. Gəlin belə bir sualla tanış olaq. Natrium peroksidin karbon qazı ilə reaksiyasından bərk maddənin kütləsi 112 qram artıb. Bu reaksiyadan alınan oksigeni ozonatordan keçirdikdə 0,2 mol azalma olur. Oksigenin neçə faizi ozona çevrilib. Natrium peroksidin natrium 2O2 üzərinə karbon qazı gələndə nə alırıq? Natrium karbonat və oksigen. Əmsallaşdırsaq, deməli 2 bura, 2 bura, 2 bura düşür. Fikir verin, deyir, bərk kütlə nə qədər artım baş verib bərk kütlədə? 112 qram. Bəs görək normalda nə qədər artım olur? Bu 78-dir. Mol olaraq 2-yə vuranda 156 qram əvvəl olub bərk kütləmiz. 106-nı 2-yə vuranda 212 də sonradan olub. Artım nə qədərdir? 56 qram. 56 qram artım olanda bizim 1 mol oksigenimiz alınırsa, artımımız nə qədərdir? 112. 112 qrama neçə mol oksigen alınar? X. X-i tapırıq nə? 2 mol. Deməli, 2 mol oksigenimiz var. İndi biz bu oksigeni ozonator cihazından keçirəcəyik. Görək nə qədər sərf olunacaq. Bura 2 düşür, normal reaksiya yazanda bura 3. İndi deyir ki, 0,2 mol azalma olur. Normalda fikir verin, 3-dən 2-yə keçəndə mol nə qədər azalır? 1 mol. 1 mol azalma olanda 3 mol oksigen sərf olunursa, 0,2 mol azalma baş veribsə nə qədər oksigen sərf olunub? X. X-i tapırıq neçə? 0,6 mol. 0,6 mol, daha doğrusu oksigen sərf olunub. Ozon yox, oksigen sərf olunub və bizə deyir bu neçə faizi təşkil edir? Əlimizdə 2 mol oksigen var idi. Onun sadəcə 0,6-sı sərf olunub. 2 molumuz bizim 100 faizimizdirsə, 0,6-mız X. X-da tapırıq neçə? 30. Düzgün cavabımız olur 30 faiz.